Ukraynanın Müdafiə naziri Mikhail Fyodorovun vəzifəsindən uzaqlaşdırılması paytaxt Kiyevdə etiraz aksiyasına və orduda ilk istefalara səbəb olub. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə Kiyevdə prezident ofisinin yaxınlığında yerləşən Ivan Franko teatrının qarşısında yüzlərlə etirazçı toplaşıb. Aksiya iştirakçıları prezident Volodymyr Zelenskidən Fyodorovu müdafiə naziri vəzifəsində saxlamağı tələb edirlər. Etirazçılar əllərində "Fyodorovu geri qaytarın, ya dəyişəcəyik, ya da məhv olacağıq" şüarları yazılmış plakatlar qaldırıblar. Fyodorovun istefası ilə bağlı narazılıq Ukrayna silahlı qüvvələrində də özünü göstərib. Hərbi Hava Qüvvələri komandanının müavini Pavel Yelizarov istefa ərizəsi yazdığını bəyan edib. Təəssüf ki, müharibənin 5-ci ilində Ukrayna silahlı qüvvələrindən istefa ərizəsi yazdım. Hesab edirəm ki, Mikhail Fyodorovun vəzifəsindən uzaqlaşdırılması ölkənin müdafiə qabiliyyəti üçün böyük zərbədir, deyə Yelizarov sosial şəbəkədə yazıb. O, paylaşımında istefa raportunu da dərc edib və qərarının əsas səbəbi kimi Fyodorovun müdafiə naziri postundan uzaqlaşdırılmasını göstərib. Qeyd edək ki, prezident Volodymyr Zelenski hökumətin yenilənməsi planı çərçivəsində Fyodorovun vəzifəsindən çıxarıldığını təsdiqləyib. Ukrayna mətbuatının məlumatına görə dövlət başçısı bu qərarı müdafiə naziri ilə silahlı qüvvələrin baş komandanı Aleksandr Sırski arasında yaranmış kəskin fikir ayrılığı ilə əsaslandırıb. Bugün Ali Radanın yenilənmiş Nazirlər Kabineti, o cümlədən yeni müdafiə və xarici işlər nazirlərini təsdiqləməsi gözlənilir. Məlumata görə müdafiə naziri postuna əsas namizəd hazırki Daxili İşlər naziri İqor Klimenkodur.